Herkese salam dostlar, kanalıma ve videoma hoş gəlmisiniz. Bugün sizlərə bir yerdə yeni aldığım şeyləri atacağıq və baxacağıq, həm də sizlərə göstərəcəm. Həm bunun üçün yeni aldığım şeylər var, həm də ki düzəltdiyim şeylər. İndi başlayaq, göstəreyim. İndi göstərirəm nələrdir. Ən birinci bu. Bunu aslında çoxdan almışdım. Çoxdan yəni gündür də, yəni o qədər çoxdan deyil. Sadəcə sizlərə göstərməmişdim. Belə My Melody sticker'dır. Bu şəkildə açım, tez göstərim. Baxın. Bu şəkildə belə stickerlardır. Bildinizsə, çoxlu belə stickerlardır. Yəni nə qədərdir? Baxın, 20-dən çoxdur, yəni 24-25 dənə. Belə, yəni dolu. Belə My Melody sticker'ı bunları free sayacağım. Buradakı paket olaraq qalacaq. Sonra düzəltdiyim şeylərə baxaq. Belə bir şey düzəltmişəm. Squishy'dir bu. Öz adım falan belə var. Belə bir squishy. 3 dənə squishy düzəltmişəm. Çoxdan düzəltmişəm bunda. Sizi göstərməmişəm. Bu da elə gün var deyəsən. Təxmini. Sonra üçüncü squishy. Bunları belə eləyirsiniz. Sonra belə yerində çox kötü olur. Belə squishy. Oy. Sonra belə bir tripod. Telefon tutacağı. Göstərim indi. Telefon qoyum üstünə. Bu şəkildə. Bu şəkildə olur. Məsələn, salam yerinə belə deyəcəm, amma bunu elədən almışam. Bu da yapardı məncə. Bu öz tripodum. Həm də aşağı yuxarı gedir deyə mən nəsə düzəldəndə tam göstərə bilirəm. Belə bir tripoddur. Sadəcə bu tripod anama verirəm. Bu həm də tripod əvvəl anamın idi. İndi mənim oldu. Bundakı artıq anamın oldu. Baxın belə çıxır. Bitdi. Yəni qatlamağa falan ehtiyac yoxdur. Bu şəkildə tripod. Sonra bu şəkildə belə squishy. Sonra belə squishy. Belə bir squishy. Neyse, day durmuş. O bir tərəfə qoyum, hələlik. Sonra charmım var. Belə bir charm. Chromely charm. Çox qəşəngdir amma bu. Bayıldım buna. Buradakı belə charmın asılqanı. Belə keçirirsiniz. Sonra buradan bu şəkildə bağlayırsınız. Baxın. Belə bir charm var. Sonra belə bir dəftərdir. Smile yazan dəftərdir. Belə də smile falandır. Açım üçün göstərim. Baxın belədir. No date. Buna niyə yazıb? Bəlkə not yazmaq istəyirdi. No date yazıb. Neysə. Belə bir şeydir işte. Bu bir tərəfin yanına düşən, buranın boş ki. Sonra burada belə bir domino var. Bu şəkildə. Bunu yeni almışam. Almışıq daha doğrusu. Amma az götürəcəm. Çünki hal-hazır dağıldı və 2 saat yığamırdım. Ay, necə götürüm? Baxın, bu şəkildədir. Bunu bana da özüm üçün götürməm. Evdə varımızdır. Bu elə bir uşaq üçündür. Uşaq üçün yox. Yəni belə şeydir də. Daşlardan deyil. Bu başqa da materialı. Arxasında belə bir ilan olur. Əjdahadır, ilandır. Tərs tutmuşam. Belə əjdahadır, ilandır, nədirsə də ondan var. Önündə bu şəkildədir. Bu ancaq mənə aid olacaq. Bunu qoyduq bura və son olaraq belə bir bu. Ay pardon, son deyilmiş, amma yenə göstərim bana. Bu belə bir şeydir. Mandala bilirsiniz nədir? Baxın, bunun kimi bir şeydir, amma bunun tam bu simetriyanın ortasıdır. Bir tərəfini rəngləmişəm. Bir rəngləyib bacım. Daha doğrusu. Belədir. Baxın, mandala budur. Bütün vərəqləri boşdur yəni. Oy. Belə şeylərə bizim marağımız var. Ortaq. Ay, əslində vərəqlər çoxdur. Burada keçdi. Çox bildiyiniz belə bəzəkli, naxışlı bir şeylərdir. Neysə. Belədir. Arxasındakı bu şəkildədir. İzlənin ayalını.
Belə. Bunu da qoyuram belə. Bura ücə doldu. Buna baxın. Nə qədər şey almış. Almışam və düzəltmişəm. İndi sonra bazı bir şeylərdir indi. Budur. Bu bilirsiniz ki Toybox'dur. Bunun içindəki şey var idi. Belə su qabı idi. Belə dipçəyə su tökürdü. O tıqqılı. Onu heç sevmədim. Ondan mən çox çıxırdı. Toybox'un bir ara dönəm olan vaxtları var idi. Bir populyar olduğu dönəm var idi. Maqnitlə hesab makinesi, səs kaydedici çıxırdı. Onunla yoxladığım vaxtlar idi. Onu çox alırdım. Aldım amma içində heç nə çıxmırdı. Neyse. Bunu açacağım. Bunun içində bilənlər bilir də bunu. Baxın. Bildiniz nədir bu? Belə götürüm, birini göstərim məsələn. Birinci əlvin belə sonsuz eləyirsən, taxırsan. Bunun çubuqları var idi. Mən çubuqla eləməyi sevmirəm ümumiyyətcə. Əllə çox qəşəngdir. Belə bunu keçirsən bunun üstünə. Axırda hörü qutaranda ki, bu eslə bir tərəfini bağlayırdın. Bir tərəfini məsələn keçirdirdin esin burasına. O bir tərəfdə keçirdirdin esin burasına. Bildiniz nə deyirəm. Onsa buna, yəni bunu tanımayan yoxdur da. Hələ bunu balaca vaxt saçımı yığanda bunu açmaq olmurdu. Kəsilirdi bu rezinlər. Son olaraq, son deyəsən amma. Əksər yox. Budur, bir də ki bir şey var. Onu qoymaq yadımdan çıxmışdı, indi qoydum. Baxın, bu bilirsiniz də nədir? Tokadı açaq indi sizlərlə bir yerdə. Aha, bir paketdə əldə etdik. Çok qəşəngdir bu. Baxın. Kepinin şəklində. Tokadı saçı qoyurlar. Saçı daha doğrusu şeylə belə yığırlar. Həmin belə bir tokad. Bu kukuruzlardan çıxırdı. Əvvəllər kukuruzlardan çox çıxırdı belə şeylər. İndi amma bu aralar belə azalıb da bilirsiniz də. Azalmayıb, daha yeni şeylər var. Əvvəllər üzüyü falan belə şeylər çıxırdı. İndi neysə, ancaq oğlan üçün şeylər çıxır deyə mənasız şeylər çıxır. Və son olaraq belə paketdə bir şeylər var. Bu paketin içində həm yağlı kağız var, həm də ki belə mənim arxasında çıxartdırdığım sticker şablonları. Bunları kəsib sticker eləyəcəm. Hələ bunları da çoxdan götürmüşdüm. Amma istifadə eləmirdim deyə belə qalmışdım. Dedim mən də bunu da belə göstərim. Tanış olmayanlar var çünki bundan. Bununla ki bunların arasına əlavə eləyirəm. Bu şəkildə idi. Baxın. Bunlar çox qəşəngdir. Domuz varmış burada. Burada belə ahtapot olur o. Çox şirindir. Bir də ki, yox hələ bitdi. Amma bunu da göstərməliyəm. Ay. Bunu özüm düzəltmişəm. Necədir arkadaşlar? Neçə əsrin şeydir. Bununla ki özüm düzəltdiyim özüm düzəltdiyim nədir? Belə bir ahtapotdur. Mənə xaricdən gəlmişdi. Buru. Ha, mən xarici şeydi bu. Burada. Neysə. Bu şəkildəydi. Bunu çox şirindir. Bunlar hamısı. Video bu şəkildəydi. Videoma like, abunə olmağı unutmayın. Sağ olun. Bye boys. Dum. Johnny Baban.